Hamıya salamlar, kanalıma xoş gəlmisiniz. Səhər bizim budilnikimiz çalınana qədər sağ olsun ki, Luna bizi oyatmır. Amma o ki budilnikin birinci səsi çalındı, Luna başlayır miyaldamağa. Familin də çöldə başqa işi var idi. Mənim də ayrı işlərim var idi deyə səhər tezdən çıxdıq çölə. Çox aclığımız yox idi. Dedim mən çay içərəm. Famil də həmişəki kimi kofe içmək qərarına gəldi. Gəldik Sinabana. İngilis dilindən tərcümədə darçın deməkdir. Buradakı şirniyyatların demək olar ki, hamısı darçınlıdır. Açığı qızlar, səmimi danışmaq lazımdırsa, mən darçınlı şirniyyat sevmirəm. Amma %90% hallarda çölə çıxanda, harasa gedəndə çalışır ki, Famil mənim istədiyim yerlərə gedək. Ona görə bu dəfə dedim ki, yox əzizə, bu dəfə sən deyən olmasın, qoy Familin istədiyi yer olsun. Bu arada kanalıma hələ də abunə olmayan gözəl izləyicilər, sizdən xahişim kanalıma abunə olmağınızdır. Fincanda qaynar suyu gətirdilər, qıraqda da paket çay gətirdilər ki, özün atırsan içinə, dəmlənir içirsən. Oldu sənin qəşəng çay. Bir də qızlar, deməli yanımızda oturmuşdu 2 dənə ərəb qız, bir dənə də ərəb oğlan. Yəni belə vid fasonlarına baxanda deyə bilmərsən ki, bunlar ərəbdilər. Düzdür, üzünə baxanı bilmək olur, amma geyim tərzləri əməlli müasir idi. Bunlar bir dənə bərkdən danışırlar, bir dənə bərkdən gülüşürlər. Famil də qarsonu çağır, dedi ki, zəhmət olmaz o masaya deyin ki, biraz sakit olsunlar. Onlardan başqa da burada oturanlar var. Həqiqətən də özlərini çox mədəniyyətsiz aparırdılar. Deməli qızlar, həm bu ay, həm də may ayında, yəni gələn ay toydayam deyə paltar axtaram, amma hələ ki bir şey tapa bilməmişəm. Gəldim Gəncliyim, ola başladım bir-bir mağazaları gəzməyə. Keçən dəfə bir izləyicim videoda cavablandırmağım üçün belə bir sual vermişdi ki, bəs siz izləyicilərinizi çöldə görəndə necə reaksiya verirsiniz? Səhv eləmirəmsə mart ayının əvvəli idi. Famillə bir yerdə sahil metrosu tərəfdə idik. Düz elə sahil metrosuna gedən istiqamətdə sağ tərəfdə KFC olur. Onun yanından keçirdik ki, bir izləyici mənə yaxınlaşdı. Xanım dedi ki, mən sizi izləyirəm və sizi çox istəyirəm. Olar sizi qucaqlayım. Və qızlar, biz sımsıkı qucaqlaşdıq. Xanım mənə o qədər doğma gəldi ki, elə bildim ki, mən onu illərdir tanıyıram. Yəni belə anlarda qabaqcadan düşünməmişəm ki, mən necə davranmalıyam. Həmin anda bəlkə də ola bilər biraz utandım, biraz özümü itirdim, amma çox pozitiv bir an oldu. Həqiqətən də molda geyim tapmaq çox çətin məsələdir. Yəni heyif deyil onlayn alış-veriş. Sifariş edirsən, gəlir, axtarırsan, amma heç nə yoxdur. Gələndə 2 dənə qaymaq aldım, bir dənə belə bir pendir aldım. Bu pendiri çox bəyənmişdim. Keçən dəfə ilk dəfə aldıq və bəyəndim, qəşəngdir. Bunlara da toplamda 5 manat 86 qəpik ödədim. Günün ən sevdiyim hissələrindən biri də bilirsiniz nədir? Çöldə oluram, evə gəlirəm, Luna darıxır, oynamaq istəyir və çox enerjili olur. Biz biraz oynayanda agresiv oynayırıq. Yəni Luna Famillə oynayanda belə agresiv oynamır. Amma qızlar, Luna ilə oynayanda özümü o qədər pozitiv hiss edirəm. Elə bilirəm ki, məndə olan bütün negativ enerjini yoxa çıxarır. Baxaq burnuva. Deyirlər ki, sənin burnun Tesladır. Baxaq. Yox, dur. Burnunu göster. Burnunu göster kız. Tesla burun. Kızlar, getdim mol gəzdim. Hiçbir şey yoktu vallahi. Yani Mango'ya girdim, Calliope'ya girdim, şeye girdim, Stradivarius, Bershka, sonra Calliope dedim. Sonra ne kaldı ki orada? Yani Gəncliyim oldu ki bütün hamısını yatırı qucağımda. Yəni hər bir şey girdim. Ay Allah. Ləkələr var. Təzə silmişəm. Bu şey güzgünün yenə ləkə var. Nəysə, yenə silmək lazımdır. Hər yerə girdim. Özümə bir dənə paltar tapa bilmədim normal. Yəni yoxdur. Qızlar, mənə elə gəlir ki, moldansa adi butiklərdə daha çox paltar tapmaq olur. Sən nə fikirləşirsən bu haqda? Əməlli poz verir qızlar. Böyle kameranın qabağında böyle ağıllı, sakit görsən mənim baxmayın, mənim quzum çox dəcəldi. Mənim quzum çox dəcəldi. Vallahi insanlarda böyle şeyler olur da. Şimdi dedim ki, ne taraf cemaata şey etsin ki? Kızlar, Famil makaron seviyor. Mən mesela makaron sevmirəm. Bir dənə sevdiyim yeganə makaron növü varsa da bu spagettidir, nazik bir şeylər. Bu pasteroninin spagettilərini çox sevirəm. Həm tez pişir, həm dadlıdır, həm nə bilim yapışmır. Çox xoşuma gəlir. İndi də bundan bişirəcəm.
Qızlar, indi baxdım ki, sən demə duruyağım qalmayıb. Ona görə məcbur. Qızlar, keçən vloqa baxmışdınızsa, yadınızdadırsa demişdim ki, gələn vloqda bir blogerin yalandan bir yeri tərifləməyinin necə qurbanı olmuşuq, onu danışacağım. Təbii ki, blogerin adını çəkməyəcəm, amma onu deyim ki, xanım restoranları tanıdan bir blogerdir. Deməli qızlar, biz həmişə Instagramda fərqli yerlər görəndə famillə bir-birimizi atırıq, qayd eləyirik ki, hə, biz bura nə vaxtsa gedərik. Bu xanımın çox-çox təriflədiyi, ağız dolusu danışdığı bir yer var idi, hansı ki, səhər yeməyi seti verirdilər və açıq mənzərəli, açıq havada olan bir yer idi. 1-2 gün öncədən famil zəng elədi, oranı rezerv elədi ki, filan günü, filan saatda səhər yeməyinə gələcəyik. Qızlar, heç abartmadan, şişirtmədən necədirsə elə də sizə danışıram. Həmin gün gəldi, çatdı. Biz də səhər-səhər dururduq belə pozitiv enerji ilə, qəşəng bəzəndik, düzəndik, getdik həmin yerə. Qızlar, restorana çatmışıq. İndi adım axtarırıq ki, bir adamdan bir şey soruşaq. Adam tapa bilmirik. Nəysə bir dənə ofisant bizə yaxınlaşdı, gözünü ova-ova. Deyəsən hələ təzə yuxudan durmuşdu. Restoranın birinci mərtəbəsi ümumiyyətlə danışılası değildi. Nəysə bizi qaldırdılar terrasa. Qalxmışıq qızlar terrasa. Stollar hamısı baş ayaq. Bildiniz də necə o restoranlarda hər şey qutarandan sonra stolları yığırlar belə. Yəni bir dənə də stol açılmayıb. Stullar toz içində. Yerdən danışılası deyil. Terras dediyimdə qızlar üstü tamamilə açıqdır. Yəni də günəş də vurur. Hava da onda isti hava idi. Restoranlarda olur ayaki çətirlər. Baxın onlar açılmalı idi. Onlar da hələ bağlı vəziyyətdə idi. Administrator da gəldi. O da elə yuxulu vəziyyətdə idi. Qışqırdı ofisantın üstündəki ay bala açın da açın bu çətirlərdən birini qoyun bura. Famil də deyir ki, işiniz uzun çəkər, nə vaxtda düz qoş eləyərsiniz. Biz hələ də pozitiv yanaşırıq ki, indi ola bilər də axşam işləri çox oldu. Düzdür, bu normal bir şey deyil. Yuxulu vəziyyətdə bizim qabağımıza çıxmaları, hələ heç bir şey düz qoş eləməmələri, amma yenə də keyfimizi pozmurduq. Sonra bizdən başqa da gələnlər oldu ki, rezerv eləyiblər. Onlar da eləncə gördük ki, hamı çıxıb gedir də. Yəni deyirlər bu necə yerdir? Hamı neqativ şəkildə oradan ayrılır. Sonra görəndə ki, nəsə bağlayaq, aralarında belə şeylər danışırlar ki, süfrəyə nə qoyacaqlar. Biz dedik ki, bala buradan qaçmaq ən yaxşı seçimdir. Nəysə oradan ayrıldıq və bir də özümüzə söz verdik ki, o həmin blogerin paylaşdığı heç bir yerə getməyəcəyik. Qızlar, gəldik deməli keçən dəfə sizə söz verdiyim məsələyə. Bu kokos yağı, indi mən bunu saçıma çəkəcəm. Onu da deyim sizə ki, hələ qızlar, kokos yağını saçıma çəkməmişdən əvvəl sizə bir dənə video göstərəcəm. Bir türk xanımdır, turistdir. Gedir, gəzir dünyanın, ən çox da ki, Cənub-Şərqi Asiya ölkələrini gəzir. Buna imkan ver, quzum. Buna... Umaya maraqlıdır, mən burada nə edəcəm? Çünki normalda biz stolun üstünə qab qoymuruq belə. Yəni çünki ona barmaqlayır da bunu, patiləyir. İndi bu qab qoymuşam, elə bir ki mən yemək yeyəcəm. Ona görə çox maraqlıdır onun. Çünki mən burada nə edirəm? Hindistanı bilirsiniz ki, Hindistanda xanımlar nə ilə məşhurdular? Uzun ipək kimi saçları, o qalın hörükləri ilə məşhurdular. Görürsən Hindistanlılar nə edirlər ki, onların saçı bu qədər gürdur, bu qədər möhkəmdir, uzundur, parlaqdır. Onun da sualını verir orada ve cevabını alır. Şimdi ona bakın. Annenin saçları çok güzel de çekemiyoruz tabii. Saçları burada hiç kesmiyorlar sanki. Kesiyorlar. Ama uzatıyorlar. Evet. Çok uzun tutuyorlar. Çok sağlıklı. Senin de saçın simsiyah annen gibi. Haftada 2 kere, 3 kere sadece yağ. Hangi ya? Bir gün saçımızı öyle bırakıyoruz. Sonra Yağla. yağ koyuyoruz ve Bağlıyorsunuz, diğer gün mü yıkıyorsunuz? diğer gün yok. 1-2 günden sonra. Şey gibi, Zeynep'e siz saçına yağ sürdünüz. Evet. 2 gündür yıkamıyorsunuz. Evet. Bitlenmiyor mu? Yok. Öyle bir şey yok. Çok iyi. Sen o yağı bana göstersene. Tamam, göstereceğim. Annen de yapıyor. Evet. Yengen yapıyor mu? Evet, yengem yapıyor. Yengen de yapıyor. Burada herkes öyle yapıyor. Aynen. Əvvəlki vlogumu izləməmisinizsə sizə indi göstərirəm ki, istifadə edəcəyim məhsul budur. Bunu da iHerb-dən almışam. İndirim kodu da verirəm sizə. Alanda indirim kodunu tətbiq eləyin. Hər dəfəsində də mən bilən istifadə eləmək olur. İlk dəfə daha çox indirim verir. Növbəti sifarişlərdə də amma kodu istifadə edə bilərsiniz. İndirim verir. Müxtəlif növləri var. Mən bunu 31 manata almışam qızlar. 680 millidir. Amma firma fərqi var. Yəni brend fərqi var. Bu biraz daha məşhur olan olduğuna görə qiyməti bu qədərdir. Amma bundan münasib qiymətə olan kokos yağları da var. Yəni ki, istifadə edə bilərsiniz könül rahatlığı ilə. Mən iHerb-dən aldım. Çünki oranın orijinallığına daha çox əminəm, daha çox güvənirəm. Ay, Bounty iyi gəlir də. Şokolad iyi gəlir. Bounty-nin iyi. İçi baxın belədir. Mən bunu ev temperaturunda saxlamışdım ki, əlimlə çünki eləyəcəm. Mən bunu isitmirəm qızlar. Əlimlə, baxın, belə qaşıqla götürəcəm. Götürdüm bir qaşıq belə
qoydum rahat qabıma. Bəziləri bunu, nə bilim, peçin üstündə, yəni sobada, qazın üstündə isidirlər, suyunu başlarına tökürlər. Amma mən bir xanımdan eşitmişdim, kosmetoloqdan ki, ən yaxşısı əlinizin istiliyində bu kokos yağını isidib tətbiq eləməkdir. İndi mən də elə eləyəcəm. Əgər saçınızı uzatmaq istəyirsinizsə, kökdən bəsləmək istəyirsinizsə, mütləq ki, köklərinə çəkməlisiniz, kök uclar. Əgər yox, sırf yumşaqlıq istəyirsinizsə, parlaqlıq istəyirsinizsə, təkcə uclarına çəkə bilərsiniz. Amma mən təbii ki, kökdən qidalandırmaq üçün kökündən başlayacağam, yəni kökündən tətbiq eləyəcəm. Hə qızlar, gəldi elə bir hissəyə ki, bu mövzu çoxlarını maraqlandırır, amma bir çoxları etik olmadığına görə bu sualı vermir, amma bəziləri də etik nədir, ayıb nədir bilmədən bu sualı hamıya ünvanlayır. Hər videomun altına ən azı bir dənəyə, 2 dənə belə bir rəy gəlir ki, siz uşaq planlayırsınız, uşağı nə vaxt da düşünürsünüz? Birincisi onu deyim ki, bu çox ayıb və etik olmayan bir sualdır. Bu sualı vermək qızlar həmin cütlüyün birbaşa olaraq şəxsi həyatına müdaxilədir. Tutalım ki, lap biz 5 aydan sonra, 2 aydan sonra, ya elə indi bu günə planlayırıq. İndi mən durub bunu sizə deməliyəm ki, biz nə vaxt planlayırıq? Çox aqressiv tərzdə cavab verə bilərəm qızlar. Hamınızı necə çox istəyirəm, onu onsuz da bilirsiniz. Amma inanın ki, aqressiyam sırf mənə verilən suala görə deyil. Bu cəmiyyətimizin böyük bir bəlasıdır ki, evlənən cütlüklərə tez bir zamanda bu sualı verirlər. Bir şey yoxdur. Bacım təzə evlənmişdi. Nə bilim, evliliyindən 2-3 ay keçmişdi ya yox. O vaxtda mən hələ subay idim. İşdən gəlmişəm, məhlədəyəm, evə gedirəm. Ancaq elə salam sağlım olan bu qonşu mənə tutdu, bir dənə sual verdi. Hə, necəsən, nə var, nə yox, bacın necədir, bəs təzə ailə qurub Allah xoşbəxt eləsin, bir şey yoxdur ki, hələ hamilə deyil. İnanın ki, qızlar, onsuz da məni tanıyanlar da bilirlər ki, necə xarakterdə bir insanam. Mən heç öz doğma bacıma ta mənə o xəbəri verənə qədər mən heç vaxt soruşmamışam ki, nəsə var, bir şey var, ya nə xəbər və yaxud da planlayırsınız ya yox. Qonşuya da cavab verdim ki, mənim öz doğma bacım olurlar, mən hələ bu sualı ona verməmişəm. Qızlar, Allah hamıya istədiyi vaxtda, xeyirli zamanda, xeyirli övlad nəsib eləsin. Çox marağında olanlar üçün onu deyim ki, qızlar, bilmirəm bilirsiniz ya yox, mən burun əməliyyatı keçirmişəm və həkimimin dediyinə görə burun əməliyyatından 6 ay müddətdə sümüklər birləşib sağalma müddəti gedir. Həmin müddətdə də hamilə qalmaq xanımın sağlamlığına çox ziyan olur. Hər şey sizlə bölüşdüyüm kimi qızlar, təbii ki, həyatımda hər hansı bir dəyişiklik olarsa, onu da sizlərlə bölüşəcəm. Araşdırın bu kokos yağını, mütləq şəkildə məncə siz də sevəcəksiniz. Bir dəfə elədiniz, əl çəkə bilməyəcəksiniz. Göstərdiyim kimi qızlar, diblərinə, uclarına, tamına qəşəng çəkirəm, tam olur yağ içində. Saçımı yığandan sonra da üstündən klok keçirdirəm. İstəyirəm ki, tam içinə hopsun. Klokun da üstündən yaxşı olar ki, siz dəsmal, ya nə bilim, saç yaylığı, bilmirəm də nə ilənsə saçınızı bağlayın. Çünki saçınız yağlı olduğu üçün yaş kimi olur. Yəni hava da dəyəndə başı soyuq olur. Mən demək olar ki, qızlar, saçımda 6 ya 7 saat gözlətdim, daha sonra yudum. Qızlar, sən demə, mənim soğanım qalmayıbmış, ona görə sarımsaq vurdum. Əslində sarımsaqlı yeməklərdə sevirəm, aslında həmişə sarımsaq vururam, amma bu dəfə sarımsaqını biraz bol elədim, soğanın əvəzinə. Gülkələmini də töksün içinə. Həmişə düşünürəm ki, tərəvəzi belə bol yeyə bilmirik. Heç olmasa supun içində yeyək. Gördüm tərəvəzlərim var, gül kələmim var. Dedim elə gül kələmi supu eləyim. Qızlar, qəşəng supumu belə bişirdim. Biraz qatı oldu açığı. Amma eybi yox. İndi də içinə qaymaq tökəcəm. Əsas çox sulu olmasın. Amma belə qatı olmağında problemi yoxdur. Belə tərəvəz püresi kimi oldu. Deyəcəksiniz ki, qaymaqlı spagetti, qaymaqlı sup, amma neyinim qızlar, çox xoşuma gəlir. Qaymaqlı, bol tərəvəzli bir supum oldu. İndi gedirəm bunu yeyim. İkinci gündən sabahınız xeyir. Bu günlərim səhər yeməyimizi yeyib çıxacağıq, gedəcəyik Şüvəlanam. Baxın qızlar, bunu deyirdim sizə. Kup şəklində belə çıxır. Atıram yeməyimə. Yadınızdadırsa bundan bir dəfə də pişirmişdim. Çox qəşəng bir şeydir, oy. Bildiniz bu nədir? Salçalı yumurta. İçində süd də var.
Üstündə də Holland pendiri. Çox qəşəng bir şeydir. Qızlar, indi hazırlaşdım. Amma makyaj falan eləmədim. Gördüyünüz kimi üzümdə heç nə yoxdur. İndi gedirik qızlar Atagilə, mənim atamgilə, Şuvalana gedirik. Bilirsiniz ki, onlar Şuvalanda qalırlar, bağ evində. Ora gedirik, orada kebab çəkəcəyik, samovar çayı dəmləməliyik. Belə şeylər dedik ki, həftə sonunu biraz maraqlı keçirir. Ona görə təbii ki, sizləri də özümdən aparıram. Üstündə güzgülərinin gözəlliyi. Yolda fikir verdim ki, dırnaqlarımın artıq korreksiya vaxtı gəlir. Gələn vlogda mütləq şəkildə gedirik dırnaq salonuna. Hə, qızlar, biz gəldik, çatdıq Şuvalana. Şuvalandayıq. Gedirik indi. Marketə girdik. Bugün kebab falan çəkəcəyik deyə təndir çörək aldıq. Sonra nə bilim sos falan aldıq. Ay Allah, Şuvalanın havası Allah haqqı heç yerə dəyişmərəm də. Şuvalanın havası həqiqətən o qədər təmizdir. Yəni heç bir sözlə izah edə bilmirəm. Çox qəşəng. Qızlar, bu nə quşdur? Nə qəribədir. Mişa. Heç hansına? Bu tomatdan yaxşı. Mişa. Gəldi ki, mama artıq bunları şişə salıb. Bunlar deyəsən qaraciyərdir, nə dedi bilmədim tam. Mən ciyər məsələn yemirəm də. Amma quyruq üçün ürəyim gedir. İndi bunları birazdan Famil bişirməlidir. Özümə giyməyə bunları tapdım bacının şkafından. Mənə aid bu arada demək olar ki, heç nə qalmıyor bu evdə. Bunları geyindim belə. Buradan belə bir şey tapdım. Özüm tərəzi bürcü ola Türkiyədə olanda Əqrəb bürcünün deodorantını almışdım özüm üçün. İki olan kitablar qızlar mənim əvvəlki kitablarımdır, bəziləri də bacınındır. Famil başladı şey eləməyə, bunları yandırmağa. Mişanı çok pis şey üstünde yakaladım. Deyir imkan vermezsin. Adresimi basacak İşimi görüm. Teyde soğuklar da tey. Ay, buranın havası çok qəşəngdir həqiqətən. Toyuqlarım ama nə bir belə qırmızı rəngdə. Nədir o görəsən? Buradan çəkmiyor həm belə. Mamanın toyuqlarından bəzilərini Türkiyə əməlli başlı parçalayıb boğub qoyubmuş. Ona görə də sayları azalıb. Sizcə belə bir havada, belə bir şəraitdə işləmək olar ya yox? İndi məcbur işləməliyəm. Qızlar, bu o qədər qəşəngdir. Bunu bir ara alırdım, işdə çayla içirdim. Çox qəşəngdir, çipsi kimidir, amma belə vafıllardır. Bunu mütləq alın. 2 manat neçə qəşəng olmalıdır, 3 manata yaxın olmalıdır. Bir də bundan heç yeməmişik. Ən çox bilirsiniz nəyə görə aldım bunları? İndi samovar çayı dəmləyəcəyik. Ondan məncə qəşəng gedər. Trufeldir, konfet. Bunu Grand Mart'dan almışam. Bunun da qiyməti 3 manat idi, səhv eləmirəmsə. Bir də mama ilə ata batonçiklər xoşlayırlar. Belə biraz da batonçik götürdüm. Belədir qızlar, qəşəngini mən bəyəndim. Quyruqlar düşməsin deyə belə çöpləri salıb mama badımcanların üstünə.
Maraqlıdır ki, mənim izləyicilərimin fikirləri necədir? Yəni sizin üçün üstünlük bina evində yaşamaqdır, yoxsa həyət evində? Mən özüm həyət evində böyümüşəm, yəni uşaqlığımı həyət evində yaşamışam, heç vaxt bina evində yaşamamışdım. Amma həmişə arzum idi ki, mən bina evində yaşayım. İş elə gətirdi ki, ailə həyatı qurdum, arzuma da çatdım. Amma ki, fərqinə vardım ki, həyət evi ki, həyət evi. İndi də burnumun ucu göynüyür həyət evi üçün. Mənə görə həyət evinin üstünlükləri bina evindən daha çoxdur. Bəs siz necə düşünürsünüz? Sizin fikirləriniz necədir? O da çok değil. Yerimiz var ama. Mişa üçün belə bir aşeynik almışam. Boyuna taxmağa bitə birə qarşıdır. Çünki həyətə çıxır, Mişaya lazımdır, hə Mişa? Gəl Mişa. Mişa gəl bura. Gel. Gel, gel, gel. Gel. Mişa. Bağ evində, həyət evində edilən bu aktivitəni heç bir yerdə eləmək olmaz. Özümü burada o qədər huzurlu, o qədər xoşbəxt hiss edirəm ki, Verimi buradan da sən. Özümü klip çəkdirirəm. Toz duman içində. rəhmətli nənəm deyirdi ki, dadananla quduran bir olar. Mən də bu Azzanın trufel tortuna əməlli dadanmışam. Şirniyyat istəyə gələn kimi ilk ağlıma gələn elə bu tort olur. Atagildə bağda qəşəng vaxt keçirdik. Evə gələndə Familə dedim ki, girək bir dənə Azzaya, mütləq bir dənə o tortdan alaq, elə gedək. Qızlar, yenə də Azzadan bu tiramisu tortundan aldıq. Keçən dəfəki vloqların birində sizə göstərmişdim. 9 manat 50 qəpiyə aldıq. Çox qəşəngdir. Siz də alın, yiyin. Luna. Qızlar, buna baxın. Şeydə çırıblar deyə düşünürəm, gömrükdə. Belə halda gəlib mənə gəldi çapqa. Eyb yox. Açıq bunu tam olaraq. Burada qızlar 2 dənə məhsul var. Bu dəfə bu qədər gəldi, çıxdı mənə. Qızlar, bunu açmayacağım, amma nə olduğu ilə bağlı bura bir şəkil qoyuram. Baxın, biraz o tərəfə kaydırım, siz bir də bunu görəsiniz. Bunu görürsünüz. Bunu görürsünüz, bu divan örtüyü. Bu mənim divan örtüyümdür. Divanım rəngindədir. Baxın, belə bir rəngdədir. Altıdakı maqnitlidir. Yəni açmıram ki bunu. Bu da bu eynən bundandır, amma boz rəngidir. Bunu Mamagil üçün sifariş eləmişəm. Onların divanı boz rəngdədir. Bu isə mənimdir, krem rəngində. Hə, bunu da gəldi, baxsın, görsün ki, mən nə almışam. Bir də qızlar sırğalar var imiş burada. Sırğaları səbirsizliklə gözləyirəm, çünki bu niyə odaqlamır? Qızlar, bu sırğanın mən 3 bucağını almışdım. Demək olar ki, hər gün taxıram. Çox qəşəngdir və qətiyyən paslanmır. Baxın, üstündə paslanmaz polad yazılıb. Çox qəşəngdir. Hər figur varıdır. Səhv eləmirəmsə. 5 bucaq, nə bilim 3 bucaq, kvadrat. Bir dənə sifariş eləmişdim bundan, baxın. Bu da. Bu niyə bilmirəm. Qızlar, bu da bunun o biri tayıdır. Elə bilim Mamagildə L formasındadır divan. Bu bir hissəsinindir, balaca hissəsinin, o da böyük hissəsinin. Bir dənə də belə bir sırğa almışam. Amma məncə bu daha qəşəngdir deyə düşünürəm.
Bir də ki, əsas məsələlərdən biri pencək. Amma bu dəfə pencəyi özümə almamışam. Amma yenə də geyinib sizə əynimdə göstərəcəm. Bunu bacım üçün sifariş eləmişəm. Hədiyyə almışam ona. Qızlar, işığı oradan qoşmuşam. Bilmirəm indi necə görsənirəm. Amma ki, pencək çox qəşəngdir. Baxın. Baxın. Belə bir şeydir. Mən əynimdə olanlarla geyindim, sizə göstərdim. Amma bunu çox qəşəng kombinləmək olar. Bu arada bunun cibi də var. İçi belədir. Baxın, sizə göstərim içini. Arxa uzunluğu. Uzunluğu baxın qızlar, belədir, üzüz görsünüz. Belə göstərim ki, sizə tam olaraq biləsiniz ki, uzunluğu hardandır. Belə qızlar, bura qədər izlədiyiniz üçün çox təşəkkür edirəm. Sizlərin hər birinizi sevirəm. Sevgi ilə qalın. Hələlik.